Düzdür? Məncə hə. Yeri yaxşıdır da. Əladır. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Kaş hamı Qur'anın həqiqət kölgəsi altında toplaşardı və beləcə heç kim İslamın adından istifadə edərək müsəlmanların qanını tökməzdi. Elə bu radikallardır ki, Qur'anın təbiri ilə desək, kitabın bəzi hissəsini qəbul edirlər, bəzi hissəsini də inkar edirlər. İlahi, müsəlmanları yer üzündə nə qədər nadan radikal varsa, hamısının şərrindən xilas et. Dua edirdiniz ki, mənim şərrimdən xilas olasınız? Biz nadan radikalları dedik. Elə odur da, kafirlər. Özünüz deyin görüm, birinci hansınızı vurun? Bizi vuracaqsan? Axı niyə? Deməli siz yalnız Allaha ibadət edib və yalnız ondan yardım diləyən? Bəli. Bəs Allahın bəndələrini təvəssül edib onlardan şəfaət istəyənlər və ona istiğasə edənlər kimlərdir görəsən, hə? Biz yalnız Allahdan yardım diləyirik. Kimi də çağırsaq belə, yalnız Allahın icazə verdiyi şəxsləri çağırarıq. Belə olan təqdirdə isə həmin şəxsi çağırmaq Allahı çağırmaq mənasında olacaq. Sənin problemin budur ki, bir ayəni görürsən, sonra da gözünü yumub bizi kafir elan edirsən. Sən gərək bütün ayələri bir yerdə nəzərdən keçirəsən. Hələ de görüm, əgər biz kömək diləsək, bizə kim kömək edəcək? Quran deyir ki, sizin Allahdan qeyri yardım edəniniz yoxdur. Ancaq Quranın başqa bir yerində Allah Teala Peyğəmbərə buyurur ki, Allah sənə möminlərin əli ilə yardım edəcəkdir. Başqa bir ayədə də Həzrəti İsa Allah yolunda kim mənim köməkçim olacaqdır deyə soruşur. Həvarilər də Allahın köməkçiləri bizik deyə cavab verirlər. Əgər yardım edən yalnız Allahdırsa, bəs nə üçün Həzrəti İsa belə bir sual soruşur? Çünki Allahın icazə verdiyi şəxsdən bir şey istəmək, elə Allahın özündən bir şey istəmək mənasındadır. Bunlar Quranın harasında yazılıb ki? Sənin oxumadığın yerlərində. Quran ayələri bir-birini təfsir edir. Ona görə də hamısına bir yerdə nəzər salmaq lazımdır. Əgər Quranı doğru düzgün oxusaydın, görərdin ki, həm təvəssül barəsində ayə var, həm də şəfaət, həm istiğasə, həm də digər məsələlər barəsində. Ancaq sən Quranı öz rəyin əsasında təfsir edirsən. Bütün ayələri görmədən hansısa ayə barəsində fikir bildirməyə necə cürət edə bilərsən? Nə üçün bizi küfürdə və şirkdə ittiham edərək həm müsəlmanlara töhmət vurursan, həm də Qurana?